Asan AI Hub və Digital Umbrella arasında əməkdaşlıq çərçivəsində elan edilmiş ilk çağırışların qalibləri müəyyən edilib. Çağırışlar çərçivəsində ümumilikdə 17 innovativ həll təqdim olunub. İlkin qiymətləndirmə mərhələsinin nəticələrinə əsasən hər çağırış üzrə ən yüksək nəticə göstərən 2 iştirakçı növbəti mərhələyə vəsiqə qazanıb. Bilirsiniz ki, ümumiyyətlə süni intellektin tətbiqi qurumlar daxilində daha çox indi genişlənir və əgər onlarda hər hansı bir problemi, çağırışı, belə deyək, həll etmək istiqamətində bir ehtiyac varsa, onlar bu çağırışı Asan AI Hub platformasına yerləşdirə bilərlər və bu gün necə ki biz 2 çağırışın həllini tapdıq, eyni qaydada onların da çağırışlarına həll tapa bilərik. Platforma bizə çox kömək oldu ki, biz 2 istiqamət üzrə öz belə deyək də öz çətinliklərimizi, öz challenge-larımızı həll etmək istədiyimiz mövzuları burada qeyd elədik. 2 mövzu üzrə çıxış elədik və bu 2 çətinliklə bağlı da bir neçə çox yaxşı, dəyərli müraciətlər əldə elədik. Bu müraciətləri analiz etdikdən sonra, müraciət edənlər ilə intervyular təşkil edildikdən sonra bizim üçün ən uyğun olan namizədləri müəyyən etdik. Aqrar ticarət platforması üçün süni intellekt əsaslı BNPL Risk Scoring və Product Matching sistemi mövzusu üzrə çağırışın qalibləri Sənan Cəfərov və Xəyal Əhmədov, Yonca süni intellekt əsaslı gündəlik təsərrüfat planlayıcı, datasız işləyən prototip çağırışı üzrə isə Zümrüd İsmailova və Asiman İsmailova seçiliblər. Qalib komandalar 1000 manat məbləğində mükafatla təltif olunublar. Çox xoş oldu ki, mənə Asan AI Hub-ın ilk qaliblərindən biri olmaq. Biz bu sahə üzrə işlər görürük, çalışırıq, amma bu işlərimizin daha da önə çıxması üçün belə platformaların olmağı bizə süni intellekt sahəsində inkişafımız üçün təməl yaradır. Qeyd edək ki, Asan AI Hub platformasının əsas məqsədi Azərbaycanda süni intellekt sahəsində fəaliyyət göstərən tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal mühitdə bir araya gətirməkdir. YouTube kanalımıza abunə olun.